Yaxın Şərqin qəlbində yerləşən bir krallıq var. Bu ölkə nəsillərdir ərəblərin, türklərin, türkmənlərin və digər xalqların yaşadığı bir coğrafiyada yerləşir. Hətta yaxın zamanlarda bu coğrafiyaya yəhudilər də gəlib və bölgə daha da hərəkətli bir hala gəlib. Rəsmi adı ilə İordaniya Haşimlər Krallığı Yaxın Şərqdə yerləşən və etnik baxımdan fərqli insanların sülh içində yaşadığı bir ölkədir. Elə ki, bu torpaqlar müsəlmanların və yəhudilərin müqəddəs hesab etdiyi məkanların ətrafında yerləşir. Hətta yaxınlığındakı Livan kimi ölkələrlə müqayisədə İsraillə sülh siyasəti aparan az saylı ərəb ölkələrindən biridir. Bu ölkə bəlkə də Yaxın Şərqdə gedib gəzə biləcəyiniz ən təhlükəsiz bölgələrdən biridir və məşhur Petra qədim şəhəri də məhz burada yerləşir. Bura savadlılıq səviyyəsinin təxminən 92% olduğu, digər Yaxın Şərq ölkələri ilə müqayisədə kifayət qədər inkişaf etmiş ərəb ölkəsi olan İordaniyadır. İordaniya coğrafi baxımdan şimalda Suriya, şimal-şərqdə İraq, şərqdə Səudiyyə Ərəbistanı, qərbdə isə İsraillə həmsərhəd olan dövlətdir. Ölkənin ərazisi 89 min kvadrat kilometrdir. Bu baxımdan İordaniyanın o qədər də böyük əraziyə sahib olmadığını söyləmək mümkündür. Bu torpaqlarda isə 11 milyondan çox insan yaşayır. Xəritəsinə yuxarıdan baxanda olduqca fərqli sərhəd xəttinə sahib olduğunu görə bilərik. Hətta xəritəni bir qədər döndərsək, ölkənin sərhədləri yuxarıdan baxanda demək olar ki, tapançaya bənzəyir. Yuxarı hissəsi isə sanki xəttkeşdən kəsilibmiş kimi dümdüzdür. Görünür, müstəqillik dövründə buranın sərhədləri çəkilərkən xəritə üzərində çox da baş sındırmayıblar. Bu Yaxın Şərq ölkəsinin paytaxtı olan Əmman isə İordaniyanın şimal-qərbində yerləşir və ölkədə həyatın ən intensiv şəkildə axdığı əsas şəhərdir. Lakin paytaxtda insanların dənizə girə biləcəyi bir çimərlik yoxdur. Əmmanın yaxınlığında bir dəniz var, ancaq adından da göründüyü kimi bu dəniz ölü dəniz kimi tanınır. Digər adı ilə Lut gölü adlandırılır. Qüds mənzərəsi ilə diqqət çəkən bu dənizdə normadan artıq duz olduğuna görə burada demək olar ki, heç bir canlı yaşamır. Əgər İordaniyaya gedib normal bir dənizə girmək istəyirsinizsə, ölkənin ən cənubuna doğru getməlisiniz. Ölkənin ən cənub hissəsində Əqəbə adlı şəhər yerləşir və bu İordaniyanın həqiqi mənada dənizə çıxışı olan yeganə şəhəridir. İnsanlar burada dənizə girə bilirlər, lakin sahil xətti kifayət qədər kiçik olduğundan İordaniyaya gələn turistlərin əsas məqsədi dənizə girmək olmur. Əslində, söhbət Afrika ilə Ərəbistan yarımadası arasında yerləşən Qırmızı dənizdən gedir. İordaniyada pul vahidi kimi İordaniya dinarından istifadə olunur və ölkədə olarkən pulunuzu dinara çevirməyiniz məsləhətdir. Valyutaları dəyərli olsa da, ölkədə minimum əmək haqqı digər bir çox ölkələrlə müqayisədə aşağıdır. Məsələn, 2023-cü ildə İordaniyada minimum əmək haqqı təxminən $360 bərabər idi. Bir ərəb ölkəsi üçün bu rəqəmlər həqiqətən aşağıdır. Digər ərəb ölkələri ilə müqayisədə İordaniyada neft hasilatı həyata keçirilmir. Məhz buna görə də ölkə iqtisadi baxımdan Yaxın Şərqin daha zəif inkişaf etmiş ölkələrindən biri hesab olunur. Çünki digər ərəb ölkələri bu gün sahib olduqları neft gəlirləri ilə sanki rəqs edirlər. İordaniyada isə iqtisadiyyat əsasən kənd təsərrüfatı və turizm üzərində qurulub. Məhz bu səbəbdən İordaniyada turistlərə qarşı daha isti münasibət və səmimi yanaşma hiss olunur. Çünki onlardan gələcək hər bir valyuta ölkə üçün qızıl dəyərindədir. Məsələn, bu torpaqlarda tarix boyu Assuriya, Babil, Fars və Roma kimi müxtəlif dövlətlərin təsiri altında qalıb və onlar ölkədə çoxlu sayda tarixi əsər və abidə qoyub gediblər. Hətta 16-cı əsrdə bu ərazilər Osmanlı dövlətinin tərkibində olub. Birinci Dünya müharibəsindən sonra isə İngilislər bu torpaqlara nəzarət etməyə başlayıb və 1946-cı ilə qədər İordaniyanı idarə ediblər. 46-cı ildən sonra isə ölkə krallıq üsul idarəsi ilə idarə olunmağa başlayıb. Bu gün İordaniyanın başında 2-ci Abdullah dayanır. Ondan sonra isə taxtı Vəliyyət Şəhzadə Hüseynin tutacağı gözlənilir. Ölkədə klassik mənada demokratiya anlayışı yoxdur və burada yaşamağı seçən insanın ölkəni idarə edənlərə qarşı narazılığını açıq şəkildə ifadə etməsi və haqqını tələb etməsi imkanları məhduddur. Ölkədə parlament fəaliyyət göstərsə də, əsas hakimiyyət kral ailəsinin əlindədir. Amma ölkənin bütün gözəlliklərindən yararlanıb geri qayıtmaq istəyirsinizsə,
Petra qədim şəhəri sizi sanki film səhnəsinin içərisindəymişsiniz kimi hiss etdirə bilər. Əslində Petra adı Yunan mənşəlidir. Ərəblər isə buranı Rəkəm adlandırırlar. Bu məkanın tarixi o qədər qədimdir ki, eramızdan əvvəl 4-cü əsrə qədər gedib çıxdığı güman edilir. Buranın həmin dövrdə Nəbatilər adlı sivilizasiya tərəfindən inşa edildiyi düşünülür. Petradakı relyeflərə, oyma və daş üzərindəki naxışlara baxdıqda bu sivilizasiyanın memarlıq sahəsində böyük bacarığa sahib olduğunu inkar etmək mümkün deyil. Uzun illər bu xalqın paytaxtı olmuş şəhər sonralar Romalıların əlinə keçdikdə əvvəlki möhtəşəmliyini itirib və zamanla səhrada başqa bədəvilərin sığındığı məkana çevrilib. Bu gün isə Petra UNESCO-nun dünya irsi siyahısında yer alan və ən möhtəşəm tarixi məkanlardan biridir. Bu tikililər aradan keçən təxminən 2500 ilə baxmayaraq hələ də dağılmadan ayaqda qalmağı bacarıb. Məhz buna görə də Yordaniyaya gedən hər kəsin ilk dayanacaqlarından biri Petraya getmək və buradakı qədim qalıqları kəşf etmək olur. Əgər siz də bura getsəz, qədim şəhərin ətrafında keçmiş ərəb hökmdarlarının məzarlarına, hətta Romalılardan qalan amfiteatrları da görə bilərsiniz. İşin ən təəccüblü tərəfi isə budur ki, Petranın hələ tam olaraq araşdırılmadığı bildirilir. Hətta şəhərin təxminən 70%-nin hələ də yerin altında olduğu və arxeoloji qazıntılar üçün açıq qaldığı iddia edilir. Yordaniya ərazisində qayalardan ibarət səhralar da var. Onlardan ən məşhurlarından biri Vadi Rum səhrasıdır. Petranı görməyə gedən turistlər fərqli torpaq quruluşuna malik bu qırmızı səhrada mütləq gəzintiyə çıxırlar. Səhranın ətrafında demək olar ki, heç bir həyat əlamətinin olmaması səbəbindən buranın vaxtilə Asiya ilə Avropa arasındakı qədim ticarət yollarının keçdiyi ərazilərdən biri olduğu düşünülür. Bu gün şəhər həyatını istəməyən bəzi ərəb bədəviləri vadinin ətrafındakı ənənəvi ərəb çadırlarında dəvə saxlayır və burada sadə, təvazökar həyat sürürlər. Əgər onların çadırlarından birinə qonaq olsaz, sizə mütləq lavaş çörəyi və südlü çay verəcəklər. Dəvəyə minmək istəsəniz isə bunun qarşılığında sizdən bir neçə dollar tələb edə bilərlər. Mənim sizə məsləhətim isə budur. Əgər Yordaniyaya gedəcəksinizsə, yanınızda mütləq yaxşı foto çəkə bilən bir kamera olsun. Ölkədə müxtəlif sivilizasiyalardan o qədər çox əsər və tarixi abidə var ki, burada gəzdikcə daim şəkil çəkmək və çəkdirmək istəyəcəksiniz. Bəs görəsən Yordaniyada şəhər həyatı necədir? Bura yaxın şərq ölkəsi olduğu üçün ilin bu vaxtında bir sözlə hava çox istidir. Küçələrdə rütubət hiss olunur və temperatur rahatlıqla 40 dərəcəyə çatır. Yerli qadınlar qapalı geyinirlər və başlarını örtürlər. Çarşaf geyinmək məcburiyyəti yoxdur, amma küçələrdə çarşaf geyinən qadınlara da rast gələ bilərsiniz. Xaricdən gələn qadınların isə başlarını örtməsi tələb olunmur. Buna baxmayaraq, çox açıq geyinməsəz daha yaxşı olar. Kişilər isə ənənəvi ərəb geyimindən daha çox uzaqdılar və əsasən qərbin müasir geyim tərzinə üstünlük verirlər. Lakin hətta yay aylarında belə kişilər şort geyinməyə bir qədər çəkinirlər. Paytaxt Əmmanın demək olar ki, hər küncündə bir mağaza var və burada yaşayan insanların böyük əksəriyyəti ticarətlə məşğuldur. Kimisi kofe satır, kimisi suvenir biznesi ilə məşğuldur, kimisi isə restoran işlədir. Ölkə ərəb ölkəsidir və təbii olaraq bazarlarda, mağazalarda görə biləcəyiniz bütün lövhə və yazılar ərəb dilindədir. Lakin siz ingilis dilində danışaraq fikrinizi rahatlıqla çatdıra bilərsiniz, çünki ölkədə təhsilə böyük əhəmiyyət verilir və insanlar işləri ilə əlaqədar ingilis dilini öyrənmək məcburiyyətində qalırlar. Etnik mənşə baxımından isə ölkə əhalisinin təxminən yarısının Fələstinli olduğu bildirilir. İsrailin Fələstin üzərindəki təzyiqləri səbəbindən bir çox Fələstinli Yordaniyaya köçərək burada sıfırdan yeni bir həyat qurublar. Əmmanda meydanlar həqiqətən canlıdır və şəhər sizə daim yaşayan, hərəkətli bir məkan təsiri bağışlayır. Təhlükəsizlik baxımından da burada ciddi problemlə qarşılaşmarsınız. Şəhərin tarixi bazarlarında çoxlu zərgərlik mağazaları var. Üstəlik, küçələrin kifayət qədər təmiz olduğunu da qeyd etmək lazımdır. Meydanlardakı binalar digər ərəb ölkələrində olduğu kimi əsasən ağ və krem rəngləri tonlarındadır. Buna görə də Yordaniyada yaşıl, narıncı, qırmızı kimi canlı rənglərə boyanmış binalara çox nadir hallarda rast gələcəksiniz. İnsanlar səhər yeməyində falafel adlandırdıqları küçə yeməklərini yeyirlər. Bu falafel köftələrini sendviç formasında da satırlar və içinə zövqünüzə uyğun müxtəlif tərəvəz və əlavələr qoydura bilərsiniz. Ölkədə maaşlar aşağı olsa da Yordaniyada 1 dollara kifayət qədər yaxşı sendviç yemək mümkündür. Əmmanda ictimai nəqliyyat sistemi isə zəif və bir qədər qarışıqdır. Bu səbəbdən xaricdən gələn insanlar paytaxtı gəzmək üçün əsasən avtomobil icarəyə götürürlər. Şəhərdə cümə günləri böyük bazarlar qurulur və insanlar həmin gün işləmirlər, çünki ərəb ölkələrində həftə sonu istirahət günü bazar deyil, cümə günüdür. Ümumilikdə Yordaniyanın mərkəzində sakit və rahat ab-hava var. Yollarda demək olar ki, siqnal səsi eşidilmir. Küçələr isə əsasən kofe və yemək qoxusu ilə doludur. Əyləncə baxımından gecələr küçələr hərəkətli olsa da, həyatın axarı gündüz olduğu kimi sakit şəkildə davam edir. İnsanlar bir yerdən başqa yerə piyada
gedir. Mağazalar gəzir, nəsə yeyir və ya qəlyanxanalarda vaxt keçirdirlər. Bunlardan başqa burada qərb tərzində əyləncə məkanları tapmaq kifayət qədər çətindir. Paytaxtda Rainbow adlandırılan bir küçə var. Kafelerin, musiqiçilərin və canlı şəhər atmosferinin olduğu ən hərəkətli bölgələrdən biri məhz buradır. Kafelərdə çayı sizdən soruşmadan şəkərli gətirə bilərlər. Yerli insanlar isə xaricdən gələnlərə qarşı olduqca isti münasibət göstərirlər. Ölkədə künəfə mədəniyyəti də var. Paytaxt Əmmanda bu sahədə məşhur olan künəfəçilərin qarşısında uzun növbələr görə bilərsiniz. Ətli yemək sifariş etsəz yanında humus da gətirilir. Bilməyənlər üçün deyim ki, humus ərəb mətbəxinə xas yaxın şərq məzəsidir. Onun tərkibində zirə, qırmızı biber, noxud və zeytun yağı kimi məhsullar olur. Qırmızı ətə gəldikdə isə Yordaniyalılar daha çox qoyun ətinə üstünlük verirlər. Yordaniyanın bu qədər sakit olması və buna bağlı olaraq dünya gündəmində çox da ön planda görünməməsinin əsas səbəblərindən biri ölkənin neft ehtiyatlarının olmamasıdır. Əlbəttə, ölkədə xaosun olmaması və təhlükəsizliyin yüksək səviyyədə olması sabit idarəçiliklə də birbaşa əlaqədardır. Bu baxımdan Yordaniya krallarının haqqını vermək lazımdır. Onsuz da ölkəyə gələn turistlərin böyük hissəsinin qərb ölkələrindən olması insanların Yordaniyaya səyahət etməkdən ciddi narahatlıq keçirmədiklərini göstərir. Xülasə, Yordaniya mədəni və tarixi baxımdan çoxlu maraqlı detalları özündə birləşdirən gündəlik həyat baxımından isə sizə çox da fərqli və qeyri-adi təcrübə vəd etməyən, həyatın sakit axdığı təhlükəsiz ərəb ölkəsidir. Əgər video xoşunuza gəldisə, bəyənməyi unutmayın. Yeni videolardan xəbərdar olmaq üçün kanala abunə ola bilərsiniz. Sağ olun.